Sabahınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 14-ü həftənin çərşənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. İranla bağlı daha bir çağırış da Sabiq Şahbanu Fərəh Pəhləvidən gəlib. O, hərbiçilərə müraciət edib və vurğulayıb ki, tarixin bu həlledici məqamında heç bir hökumət və maraq öz xalqının qanun axıdılmasına bəraət qazandıra bilməz. O, hərbiçiləri etirazçıların qəzəbli hayqırtılarını eşitməyə və gec olmadan bacı qardaşlarına qoşulmağa çağırıb. Şahbanu bu günlərin tarixi İranın salnaməsində əbədi qalacağını, ləkə isə öz xalqına tuşlanan güllələrin sahiblərinin üzərində olacağını da deyib və o həmçinin İranın analarına və atalarına səbr və güc arzulayıb. Yazda onlarla bir olduğunu bəyan edib. Baxın, həmən o sapsarı, rəngi şəffaf. Adam onun nəinki qaldı o balın özünü, hətta o balonun şüşəsini belə yemək istəyir o balı görəndə. Baxın, həmən o bal bu baldır. Bu balımız bizim çox az miqdarda olan, doğrudan da tərkibi minlərlə çiçəklərdən yığılan, tərkibində ancaq və ancaq iyul və avqust aylarında çiçək açmış bitkilərin balıdır. Bu hansı ki bu nə baldır? O deyir Gəndəlaşın başı qaralanda bal süzülər ha. Bax həmən o baldır bu bal. Kim də istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.